Qorxu keçirən 17 yaşlı yeniyetmə bir il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb. Konkret AZ Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib. 17 yaşlı Eşqi Məhiyoğlu Rüstəvov yaxın dostlarının əhatəsində dünyasını dəyişib. Onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir. Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşlıları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər. Fidan Hüseynova iddia edir ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqi Rüstəmovun səhhəti yenidən pisləşib. Mərhumun qonşularından öyrəndik ki, Eşqi Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var. 17 yaşlı yeniyetmənin dəfnindən qayıdan doğmalarından təfərrüatları öyrənmək istəsək də danışmaq istəmədilər. Hazırda faktla bağlı araşdırma aparılır.